2026-cı ilin yanvar-aprel ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai yaşayış fəaliyyəti göstərən şəxslərdən alınan mallara, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, həmçinin həyata keçirilən tibbi xidmətlərə görə, eləcə də işğaldan azad olunan ərazilərdə mehmanxanalar tərəfindən göstərilən xidmətlərə görə ödənilən əlavə dəyər vergisinin istehlakçılara qaytarılan həcmi 70 milyon 452,1 min manat olub. Xarici vətəndaşlara qaytarılan əlavə dəyər vergisinin, yəni tax free-nin məbləği 2 milyon 758,4 min manat təşkil edib. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilən əlavə dəyər vergisinin fiziki şəxs olan istehlakçılara qaytarılan həcmi isə 12 milyon 181,1 min manat təşkil edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi istiqamətində işlər də hazırda davam etdirilir. İndiyə qədər ölkə ərazisində 112.985 ədəd belə nəzarət kassa aparatı artıq quraşdırılıb və yeni nəsil nəzarət kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2026-cı ilin yanvar-aprel ayları ərzində qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,5% çox deməkdir.